belə deyim də, ya nənəm gildə olanda, mən atamla evdə tək qalanda saçımdan tuturdu, yəni evdə sürüyürdü bir sözlə, yəni döyürdü. Can ayıb, ona görə başına tüklər tez tökülüb sənin, can. Üzr Nə istəyirəm. qədər aradan sonra anan ailə qurdu da, əgər ailə adlandırmaq olar. Üstündən harcısı 1 il keçib. Bir il nədir ki? 1 il keçib. Heç yaraları sağal Yəni bir şey ki, Obraz yaratmaq hansı obrazlarda özünüzü görürsünüz? Kinoda? Hə. Kinoda mən istərdim ki, belə gəmli bax belə də, vesyollu yox bax. Faciə oynamaq istəyirsiniz. Gəmli. Axırda da həyatdan gedəsiniz. Ölüm Ha belə ya, gəmli olur, faciə də- obrazlar istərdim. Mən как сказать, buyurmuram, demirəm mən ya müğənni kimi, demirəm mən toylarda, böyük, balaca kampaniyalarda oxuyuram. Bax bu pul qazanmaq istəyir. Misal belə. Mən bunu çox normal qarşılayıram və belə də olmalıdır. Keçmişdə amma sənət yanğısı, sənətlə fədaisi, aynən mən heç nə lazım deyil, aynən istəmirəm, təki səhnədə olum, nə bilim, aktrisalar danışar, teatrın tozunu içim, yiyim, belə. Görürsünüz, indi belə deyil də, o toz yemək olmur. Gərək yemək yiyəsən. Yəni, siz birinci ailə qurdunuz. Ondan neçə evladınız oldu? 3 dənə. Sonra boşandınız bu kişidən. Hə, üçüncü evladım olanda boşandım. Niyə? Bir də şey elədim, baxdım, gördüm, yoldaşım üzr istəyirəm, bir dənə qadın gətirib evə. Buyurun. Bu kimdir dedi. Elə birbaşa evizə gətirdi qadını. Hə, evə getdi. 15 gün mən onunla Bu axır məcburən vaxtlar tez-tez biz rastlaşırıq. Bu harada işləyirdi? şeydə fermada işləyirdi. Hə, elə fermada işləyir. Yaxşı ki, bu biznesmen böyük pullu adam olmuş. Onda 15-ini gətirərdi ki. Gətirdiyinin də 17 yaşı var idi. Yoldaşınızın neçə Bu yaşı var? fermada qalan kişi heç doğru düzgün eviniz yox idi. Yəni səbəbi odur ki, mən istəyirəm ki, mənə bir iş verəsiz. Mən üzr istəyirəm, evladım oxumaq istəyir. Ona görə onu Hamiləsən sən? Yox. Hə. Oxumaq istəyir. Hə, oxumaq elə bilirəm bir evladım olacaq. Yox. Üzr istəyirəm. İkinci, Ben de ələ gedən ana olmamına Yox. nə var ki? Yox, bu sadəcə Heç mən istəyirəm təəccüblənmərəm. ki, evladıma da oxusun, təhsil verim. Yəni məni kimi, nətər deyim, məni kimi olmasın da. Mən İndi nə zərurət yarandı ki, sən bu kişiyə getdin? Yəni dolana bilmirdin, yoxsa sevgi baş verdi? Nə oldu? Nə hadisə baş verdi? yox, sadəcə elə ona görə acıqlandım, elə bil əsəbləşdim. Əsəbləşdin, Yəni- getdin ərə. Yox, əsəbləşdim yəni ona görə yəni. Əsəbləşmə canım. Siz